Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə siz əziz yoldaşlara, izləyicilərə salam arz edirəm. Biz Türkçü İslamla danışanda bir sıra yoldaşlar bizə tənqid edirlər ki, axı bu nə deməkdir? Onda bizim elə min cürə İslamımız olacaqdır. Bilirsiniz, bunu biz açıqlamalıyıq ki, Türk İslamdan məqsəd budur ki, yəni İslam Türk coğrafiyasında, Türk dilində, Türk tarixində, Türk kültüründə böyüyür. Onun alimləri bu konuda çalışırlar, qələm vururlar, kitablar yazırlar. Ona görə Türkün o əqlaniyyəti İslamdan bir düşüncə yaraldır. Biz o düşüncəyə deyirik ki, Türkçü İslam. Ona görə bu Türkçü İslam bir həqiqət düşünən, mərifət düşünən, əməli bir İslam olaraq hər zaman baxırıq, görürük ki, ədalətlə uyğun, zülmə qarşı gedən bir İslam olur və demək olar ki, o birisi coğrafiyada yaranan İslamlarla, Ərəb İslamı ilə, Fars, Hindi İslamı bunlarla və digər İslamlarla demək olar ki, bir fərqləri vardır. O əsasda demək olar ki, Türkçü İslamı düşünmək üçün gərəklidir ki, biz Qur'anı bilək, Qur'anı oxuya bilək, Qur'anı düz türkçüyə tərcümə edə bilək və ondan öz bu kitabdan fəlsəfi düşüncələrimizi, irfani düşüncələrimizi bu kitabdan, əxlaqi düşüncələri bu kitabdan neyniyək? Alaq. Bu kitab təkcə kitabdır ki, eləyə bilər İslam dünyasını neynəsin? Birləşdirsin. Ona görə mən çox çalışmışam ki, Qur'anı öz dilimizdə tərcümə edəm və sizinlə demək olar ki, hər hissədə bir sıra o tərcümələri sizinlə paylaşıb, izahlar da olmuş olsa, o ayələrlə bağlı ya surələrlə bağlı sizinlə ortalığa qoyacam. Ona görə mən qıssa surələrdən başlayıram. Ümumiyyətlə bu surələr də hoviyyəti surələrdirlər, Məkkədə nazil olmuş surələrdirlər və orada biz sizinlə bu surəni və bu surələri və bunun tərcümələrini neynəyəcəyik? Paylaşacaq. Ona görə 114-cü və sonuncu demək olar surədən başlayırıq, gəlirik bu tərəfə. Son surə ki, Qur'anda gəlibdir, bir yol demək olar ki, Nas surəsidir. Bəli. Nas surəsi 6 ayədir. Bir yol. Əlbəttə burada Nasla Fələqi bir sıra yazıblar ki, bunlar mədəni surələrdirlər. İxlas Məkki surələrdir. Hər halda mən sizdən rüxsət istəyirəm ki, onu oxuyam, sizə tərcümə edəm. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul əuzu bi rabbin nasi, məlikin nasi, ilahin nasi, min şərril vəsvasil xənnasi, əlləzi yuvəsvisu fi sudurin nasi, minəl cinnəti vən nasi. Sadaqallahul aliyyul azim. Deyir ki, qul. Qul yəni Peyğəmbərə deyir da. Deyir ki, Peyğəmbər. Deyiclə, əuzu bi rabbin nas. Ey Peyğəmbər, deyiclə ki, pənah gətirirəm, sığınıram
insanların Rəbbinə. Məlikin nas, insanların ixtiyar sahibinə, məlik ixtiyar sahibinə. İlahin nas, insanların ilahına, məbuduna, tanrısına. Min şərril vəsvasil xənnas, gizlənən, o xənnas yəni gizlənən şeytan, şeytani düşüncələrdən, gizlənən, vəsvəsə verən şeytanın şərrindən vəsvəsə verən. Əlləzi yuvəsvisu fi sudurun nas, o ki, yəni o xənnas o vəsvas ki, insanların ürəklərinə vəsvəsə salır. Vəsvəsə salır. Bunlarda quşku, şübhə yaraldır. Minəl cənnəti və nas, o istər cinlərdən olsun, istər insanlardan olsun. Qur'anın baxışığında cin də var, insi də vardır. Biz inşallah gələn bölümdə o birisi surəni sizinlə paylaşacağıq. Sağ olasın.